Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi Metodiki və İxtisas Artırma Mərkəzinin təşkilatçılığı ilə Füzuli şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Sənətkarın Dostu layihəsi çərçivəsində xalq artisti Mənsum İbrahimovla görüş keçirilib. Mənsum İbrahimov muğam sənətinin fəlsəfəsindən danışıb, dövlətimiz tərəfindən bu sahənin inkişafına böyük qayğı göstərildiyini vurğulayıb. Ustad xanəndə həmçinin muğam məktəblərindən bəhs edib və ifa zamanı diqqət yetirməli məqamlardan söz açıb. Görüş zamanı tarda xalq artisti Elçin Həşimov, kamançada əməkdar artist Elnur Əhmədov, nağarada Nihat Məmmədovun müşayiəti ilə Mənsum İbrahimovun yetirmələri, Günay İmanverdiyeva və Orxan Hüseyninin çıxışları dinlənilib. Bu işğaldan azad olmuş yeni Füzulimizdə Sənətkarın Dostu layihəsinin mən görüşündə iştirak elədim bu layihədə. Həqiqətən çox qürur verici anlar idi. Burada məskunlaşmış insanlarla və o kiçik yaşlı xanəndələrlə görüşmək, o insanların münasibətin. Əlbəttə, ilk dəfə idi ki, işğaldan azad olmuş yeni Füzulimizdə biz bu görüşü keçirtdik.